Gəlin bir dəqiqədə dihibrid çarpazlaşma nəticəsində alınan genotipləri əzbərləyək. Bilirsiniz, ümumilikdə 16 kombinasiya alınır. Gəlin əvvəlcə bu diaqonala baxaq. Baxın, burada 4 ədəd böyük A, kiçik A, böyük B, kiçik B görürsünüz. Genotip nisbətində yazıram 4, yəni 4 ədəd böyük A, kiçik A, böyük B, kiçik B var. Hər iki əlamətə görə heterozigot sayılır. Ümumilikdə hər iki əlamətə görə heterozigot olan genotiplərimizin sayı 4-ə bərabərdir. Faizlə ifadə etməyimi istəsə yazacağam 25%-ə bərabərdir. İndi isə gəlin bu diaqonal üzrə baxaq. Baxın, buradan bura qədər bir ədəd böyük A-lar, böyük B-lər, bir ədəd böyük A-lar, kiçik B-lər, bir ədəd kiçik A-lar, böyük B-lər, bir ədəd də kiçik A, kiçik B-lər. Genotip nisbətində yazıram 1-in 1-ə, 1-ə, 1-ə nisbətdə. Hər iki əlamətə görə homozigotdular və sayları 4 ədəddir. Faizlə ifadə etməyimi istəsə deyəcəm 25%-ə bərabərdir. İndi isə bura diqqət yetirin. Baxın, bir ədəd böyük A-lar, böyük B, kiçik B. Burada da biri var. Ümumilikdə sayı 2 dənə. Böyük A, kiçik A, böyük B, kiçik B. Baxın, çarpazında da biri var. Yenə sayı 2-yə bərabərdir. Böyük A, kiçik B-lər çarpazında yenə biri var. Ümumilikdə yenə 2 dənə. Kiçik A-lar, böyük B, kiçik B çarpazında da biri var. Sayı 2-yə bərabərdir. Ümumilikdə genotip nisbəti 4, 2, 2, 2, 2, 1, 1, 1, 1 nisbətində olur. Bu dediklərim isə bir əlamətə görə homozigot və ya bir əlamətə görə heterozigot sayılır. Yəni testdə məndən hər ikisini soruşsa, məsələn desə, bir əlamətə görə homozigot bunu saya bilərəm, bir əlamətə görə heterozigot yenə bu genotipi götürə bilərəm. Sayı isə bərabərdir 8-ə, faizlə nisbətini soruşsa 50%-ə bərabərdir. Baxın, bu hissə testlərdə çox soruşulur.